Debatda gəlin bu fikir bu olsun ki, düz nədir onu qoyaq ortaya. Yox, o düzü də deyəndə hələsi yozursan, hələ istəyirsən bir vəziyyət qurasan, bir atmosfer yaradasan, elə bir ab-hava yaradasan ki, məsxər eləyəsən, ələ salasan ki, təki o sənin cəmiyyətin gözünə o düşürdəsən, nə ki, haqqı qəbul etsən, haqq şəffaflaşsın. Mən uduzmayım, bu məndir, bu egodur, bu firondur mövzuda. Orada nə debat eləyəsən? Bir Məsihidir, bir alimdir, həkimdir, çox belə savadlı insan idi. Eşidir ki, Quran nazil olub, Peyğəmbərə Quran gəlib. Bir-iki nəfər də göndərir, gedin Peyğəmbərdən sual soruşun. Görün o nə deyir, sözü nədir, fikri nədir. Deyirlər, gəlirlər Peyğəmbərlə görüşürlər. Peyğəmbərlə görüşəndən sonra Peyğəmbər onlar Nəhl 90-ı deyir. Nəhl 90 ayə budur. İnnəllahı ya'muru bil ədli vəl ihsan və ita'izil qurba. Allah sizə 3 dənə şeyi əmr edir, 3 dənə şeyi çəkindirir. Nədir birinci? Ya'muru bil ədli. Ədalətli yaşayın. Vəl ihsan. İnsanlara yaxşılıq edin, xidmət edin. Və ita'izil qurba. Qohum-əqrabanı unutmayın. Bu 3 dənə. Namaz, oruc öz yerində. Sonra və yanha anil fəhşa. Çəkindirir sizi nədən? Fəhşadan. Fəhşa nədir? Bəzədir aşkar günahlar. Vəl münkər gizlin günahlar. Vəl bəği zülm. Aşkar günahdan çəkinin deyil, gizlin günahdan çəkinin, bir də zülm eləməkdən çəkinin. Ya'izukum, Allah sizi belə moizə edir. Ləalləkum təzəkkərun. Kaş ki xatırlayasınız, başa düşürsünüz, dərk eləyəsiniz. Bu ayələri götürdülər, gəldilər bu adama dedilər, bu adam kimdir? Məsihi alimdir. Əksəm seyfi atdı. Gəldilər, dedilər ki, bax, Peyğəmbər dediyi sözlərdən biri budur. Deyib, bu olsun, bunlar olmasın. 3 dənə bu, 3 dənə bunlar olmasın. Qulaq astı, həqiqəti qəbul etməyə istəyən insan, üzün tutdu orada olan insanlara, bir böyük bir insan idi, sözünə qulaq asanlar var. Dedi, bu ayələr elə belə sözlərdir. Bu elə bizim fitrətimizin axtardığı fikirlərdir, canımızın axtardığı sözlərdir. Biz iman gətirəcəyik o Peyğəmbərə və iman da gətirdilər o Peyğəmbərə. Niyə o iman gətirə bilir? Çünki həqiqət axtarışındaydı. O ki, həqiqət axtarışında deyil, o gəlib özünün fikrini sənə diktə eləsin, haqqı çıxartmaq istəmir ha, ortaya. Bir adam haqqı qoymaq istəyir ortaya. Debatda gəlin bu fikir bu olsun ki, düz nədir onu qoyaq ortaya. Yox, o düzü də deyəndə hələsi yozursan, hələ istəyirsən bir vəziyyət qurasan, bir atmosfer yaradasan, elə bir ab-hava yaradasan ki, məsxər eləyəsən, ələ salasan ki, təki o sənin cəmiyyətin gözünə o düşürdəsən, nə ki, haqqı qəbul etsən, haqq şəffaflaşsın. Mən uduzmayım, bu məndir, bu egodur, bu firondur mövzuda. Orada nə debat eləyəsən? Nəticə də olmur bəzi vaxtlar. Bəzi vaxt olur, bəzi vaxt olmur, düzdür? Çünki qarşı tərəf həqiqət axtarışında deyil. Nəfsinin istədiyi fikirləri deyir. 5-10 nəfər də ona deyib ki, səndən yoxdur. Bu da bu fikrindən də olsa, deyəcəksə, doğrudan sən bir köpük adam deyilmişsən, bizim vaxtımızı aldın ki. Ona görə bax, bu mübarizə istəyir nəfslə. Basan məsələ deyil.